Adı sönməz, adıgül, adina bu mocazdır. Arat, araz, aral mocazdılar. Araylı, artam mocazdılar. Artut, artum, artun, arzı. Arzı bu türkçə bir addır və farsca deyil. Şəbdə bəzən fars adları da var. Məsələn, asuda olan qabaqlarında müşəxəs olub, ya Ərəbiyyə farsi müşəxəs olub. Arzı türkçü bir addır. Məsələn, tam arzı deyirik. Tamara da arızılı bir adam, tam arzıyana o kəsrarı sürəndə qalır. Bu türkdən farsıya keçmə. Arzıq, arsəlan, ərsəlan və aslan mocazlar. Arsəlan mocaz deyil. Arsita bu alan olub, bəli, səbdəqalın listində fikirəm yoxdur. Fikirəm, bəli, verərlər və istəsiz. Arqan, arqun, arqan bu mənlərlə qaynaqlarda işarə olunmur. Arkış, arman, türkçədə də mənası var. Aruz, arın, bu arındır. Ariyən adı kimi yazılır. Bəli, onun tələffüzü ariyəndir. Ariyayı farsi bir mənası var. Yəni farsda mənası var. Bu arındır. Arınmaq feilindən pahlanmaq. Arıtlamaq, pahlamaq bu işlədərik çox. Arın, pakiza. Asa, asa həmin aşağı əslisi. Çısı ilə də var, şu ilə də əslisi aşağıdır. Aşağı. Məsələn, bizə aşıb daşar, yəni çox döşərik, məsələn, aşağı daşar. Ya aşırı deyərik, məsələn, ifrata. Belə. Asal, asa mocazdır. Asal, asana, asana və asena mocazdır. Aslan mocazdır. Aslım,